7-ci sinifdə oxuyandan indiki işimlə məşğulam. Məktəb vaxtları xüsusilə riyaziyyat dərsində damalı tapşırıq dəftərimin arxasına özümün və başqalarının həyatında baş verən hadisələri yazırdım. Və əlbəttə ki, heç kəsə oxutdurmurdum, çünki hər kəsin sirri bu dəftərdə idi. Axırda onu yandırmalı oldum. Universitet illərində də yazmağa davam edirdim. Universitetdə oxuyanda bir gün ingilis dili dərsində müəllim ingilis dilində hekayə yazmaq tapşırığı verdi və mən də öz hekayəmi ingilis dilinə tərcümə edib apardım. O oxuduqdan sonra çox bəyəndiyini söylədi. Bu zaman heç gözləmədiyim bir qrup yoldaşım mənim çox yaxşı hekayələr yazdığımı dedi. O mənim bu bacarığımı Instagramda hekayə bölməsində paylaşdıqlarımdan bilirdi. Amma yenə də belə düşünməyi məni çox təəccübləndirmişdi. O demişdi ki, mən onun hisslərini ifadə edirəm, deyə bilmədiklərini yazıram. Pandemiyada bu cümləni düşünməyə çoxlu vaxtım oldu və düşündüm ki, məni heç tanımayan insanların fikirlərinə ehtiyacım var. Mən həqiqətən yaxşı yazırammı? Və bu zaman bir klub qarşıma çıxdı. Orada gündəlik mövzular göndərilirdi və biz də həmin mövzulara uyğun hekayə yazırdıq. İş burasıdır ki, həmin insanlar da mənim hekayələrimi çox bəyəndilər və hətta dedilər ki, onları sona qədər oxumağa sövq edirəm. Həmin dövrdə bu cümləni tam olaraq anlamamışdım. Ta ki, bir çox insanların hekayələrini sosial mediada viral kontentə çevirənə qədər. Mən hekayə yaradıcısı və kontent menecerəm. Sən demə, 7-ci sinifdə oxuyandan bu işlə məşğul olurmuşam. Bəs sən indiki işinlə neçə ildir məşğul olursan?